Salam dəyərli dostlar. Bugün mən sizə yaşıl üzlü testdən tabesi mürəkkəb cümlənin ikinci hissəsinin izahını verəcəm. 31-ci suala baxaq. Dünən mərkəzdən xəbər gətirdi, sonra hücum əmri verildi. Ardıcıllıq əlaqəli tabesi mürəkkəb cümlə deyil. Bu fikir doğrudur. Dünən mərkəzdən xəbər gətirdi, sonra hücum əmrini verdi. Bu sadə cümlədir. Ona görə tabesi mürəkkəb cümlə ola bilməz. Doğru olduğu üçün uyğunsuzluq yarada bilməz. Gah peşəkar müğənnilər səhnəyə çıxır, gah da öz fəaliyyət kollektivləri çıxış edirlər. Tərkib hissəsindəki iş və hadisələr növbələşməsi ilə yaranan tabesi mürəkkəb cümlədir. Bu fikir də doğrudur, ona görə uyğunsuz götürülə bilməz. Günortadan əsən xəzri axşama yaxın daha da gücləndi. Səmanı qara buluda çoğladı. Deməli, xəzri gücləndi. Xəzri səmanı qara buluda çoğladı. Bu sadə cümlədir. Burada deyir səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədir. Ona görə C bəndi səhvdir. Uyğunsuz fikir olduğu üçün testin doğru cavabıdır. Bütün qapılar bərk-bərk örtülmüşdü. Pəncərə isə nədənsə azacıq açıq qalmışdı. Cümlələrdəki hadisə bir-biriyle qarşılaşdırır və qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Bəli, doğrudur. Ona görə götürə bilmərik. Ya burada irəli sürülən tədbirlərə razı olmalısınız, ya da bir adam belə işə çıxmayacaqdır. İki işdən birinin mümkünlüyü ifadə edən tabesi mürəkkəb cümlədir. Ya bəli, bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlə olduğu üçün E variantı da doğrudur. Biz bunu uyğunsuz fikir kimi götürə bilmərik. Davam edək növbəti sualdan 32-ci suala diqqət edək. Cümlələrdən yalnız birinə aid doğru fikrin işləndiyi variantı müəyyən edin. Jalə stulunu sənubara sarı çəkdi. Qız ondan razı halda başını aşağı dikdi. Ana qızına yaxınlaşmaq istədi. Nüşabə ona acıqla baxıb sərt hərəkətlə həyətə indi. Deməli, baxaq, həmciz xəbərlərin də işləndiyi tabesiz mürəkkəb cümlədir. Jalə stulunu sənubara sarı çəkdi. Qız birincidə yoxdur. İkincidə də yoxdur. Ona görə A variantı səhvdir. Tərkibindəki cümlələrdən birində yalnız bir ikinci dərəcəli üz işlənsə də, ikincidə 3 ikinci dərəcəli üz işlənibdir. Ana qızına yaxınlaşmaq istədi. Nə etdi? Yaxınlaşmaq istədi. Kim? Ana. Kimə yaxınlaşmaq istədi? Qızına yaxınlaşmaq istədi. Tərkibindəki cümlələrin birində yalnız bir, ikinci dərəcə öz işlənib, ikincidə isə 3. Deməli, Nüşabə ona acıqlı baxıb sərt hərəkətlərlə həyətə indi. Nə etdi? Endi. Kim? Nüşabə. Necə indi? Ona acıqlı baxıb hara indi? Həyətə indi. Burada artıq bizim şərtimizi ödəməyəcəkdir bu. Birinci cümləyə baxaq. Jalə stulunu sənubara sarı çəkdi. Qız ondan razı halda başını aşağı dikdi. Nə etdi? Deməli, çəkdi. Daha doğrusu burada dostlar, deməli, ona acıqlı baxıb bir dənədir. Həyətə indi, hara həyətə, necə indi? Sərt hərəkətlərlə. Deməli, ona acıqlı baxıb 1, deməli, sərt hərəkətlərlə 2, həyətə 3-dür. Ana qızına yaxınlaşmaq istədi. Burada da qızına bir dənədir. Deməli, birinci cümlədə bir dənə ikinci dərəcəli üzv işlənib. İkinci cümlədə isə ona acıqlı baxıb 1, sərt hərəkətlərlə 2, həyətə 3 dənə işlənibdir. Ona görə şərtimizi ödədi. Ancaq birinci cümləyə aid olacaqdır. Amma bura baxsaq, Jalə stulunu sənubara sarı çəkdi. Nə etdi? Çəkdi. Kim? Jalə. Nəyi çəkdi? Stulunu. Hara? Sənubara sarı. Burada gördük ki, artıq 2 dənə cümlə üzvü var. Amma şərtdə bizə deyir ki, bir ikinci dərəcəli üzvü olsun. O birində də 3 dənə olsun. Deməli, bu ikinci şərti ödədiyi üçün B variantını biz doğru cavab kimi götürəcəyik. Digərinə, burada hərəkətlərlə endi bu formada, yəni sərt hərəkətlərlə birinci növ təyin söz birləşməsidir. Bütövlükdə təhlil olunub, parçalanmır. Çünki ikinci tərəfi birbaşa xəbərlə sintaktik əlaqəyə girməyəcəkdir. C-yə baxsaq, tərkibindəki hadisələr eyni zamanda baş verən tabesiz mürəkkəb cümlədir. Bu qarşılaşdırmadır. Ana qızına yaxınlaşmaq istədi, amma qızı ona acıqlı baxıb sərt hərəkətlərlə həyətə indi. Ona görə C bəndi. Digərinə də baxsaq, eyni zamanda baş verir. Jalə stulunu sənubara sarı çəkdi.
Bu ardıcıllıq olacaqdır. Ona görə C bəndidir. Heç birini ödəmədi. Birinci cümlə ikinci cümlə üçün səbəb rolunu oynayır. Bu heç birinə aid deyil. Çox hirsləndi, əlləri dayanmadan əsirdi. Deməli, bu səbəb nəticədir. İlk cümləsi eyni məna əlaqəsində olan tabesi mürəkkəb cümlədir. Heç biri səbəb nəticə olmadığı üçün E variantında doğru cavab kimi götürə bilmərik. 33-cü testlə davam edirik. Həyat bizə nələr deyir? Düşmən girir min dona, bəzən durur quzu kimi, bəzən dönür quzğuna. Yanlış fikri tapın deyir. Həmziz xəbərlərin işləndiyi mürəkkəb cümlədir. Bəli, mürəkkəb cümlədir. Nə edir? Durur. Deməli, nə edir? Durur. Necə durur? Quzu kimi durur. Nə edir? Dönür. Deməli, burada dönür və durur. Həmciz xəbərlərdir. Mürəkkəb cümlədir həm də. Ona görə A bəndi doğrudur. Götürmürük. Qara hərflə verilmiş hissəni qonaq gəlir ilə əvəz etsək, cümlənin sintaktik təhlili dəyişir. Həyat bizə nələr deyir? Nə edir? Deyir. Nə həyat? Nələr burada tamamlıq olacaqdır. Amma həyat bizə qonaq gəlir desək, qonaq gəlir biz bütövlükdə təhlil edəcək. Gəlir nə qonaq? Bu formada təhlil etmək məntiqsizdir. Ona görə B variantı da doğru olacaqdır. Deməli, B-ni götürə bilmərik. Birinci tərkib hissə ümumilik bildirən tabesi mürəkkəb cümlədir. Bəli, aydınlaşdırmalı qədər tabesi mürəkkəb cümlədir. Birinci tərəf ümumilik bildirəcəkdir. Xəbərlərlə tamamlıqların ifadə vasitəsi quruluşca eynidir. Xəbərlərdə düşmən girir min dona, nə edir? Girir nəyə? Dona. Deməli, nə edir? Dönür nəyə? Quzğuna. Həm xəbərlər, həm də tamamlıqlar quruluşca sadə olduğu üçün D bəndi doğrudur. Bu tabesiz mürəkkəb cümlənin tərkib hissəsinin yerini dəyişmək mümkündür. E variantı tamamilə yanlışdır. Aydınlaşdırmalı qədər tabesiz mürəkkəb cümlədə ümumiləşdirmə bildirən hissənə deməli, nəticə bildirən hissəni aydınlaşdırma bildirən hissəni biz bir-birindən ayıra bilmərik. Ona görə daha sonra bir-birinin yerini dəyişə bilmərik. Zaman əlaqəli tabesi mürəkkəb cümlədə tərəflərin yerini dəyişmək olur. Aydınlaşdırmada yer dəyişəndə dərhal onun məna əlaqəsi də dəyişəcəkdir. Ona görə burada testin doğru cavabı E bəndidir. 34-ə baxırıq. Hansı cümlədə tabesiz mürəkkəb cümlənin hər iki komponenti müəyyən şəxsi cümlə deyil? Bugün dəyişdirdi donunu dövran, dünya göz açmayır qasırğalardan. Nədir? Göz açmayır. Nə dünya? Nədir? Dəyişir. Nə? Dövran. Bu hər ikisi müəyyən şəxslidir. Bərk ayaqda körpəsini ayıraraq özündən, mərd analar cəhbələrdə don geyəcək meşindən. Mərd analar bərk ayaqda körpəsini özündən ayıraraq cəhbələrdə don geyinəcək. Meşindən cəhbələrdə don geyinəcək. Bu sadə cümlədir. Ona görə B bəndini götürmürük. Davam edirik C bəndinə. Qanun pozanların ətəyini çək. Şəhər nəfəs alsın körpələr kimi. Nəfəs alsın nə? Şəhər. Neyt çək. Demək, qanun pozanların ətəyini çək. Şəhər nəfəs alsın körpələr kimi. Bu tabesiz mürəkkəb cümlə deyil uşaqlar. Bizə tabesiz mürəkkəb cümləni deyir, qanun pozanların ətəyini çək ki, şəhər körpələr kimi nəfəs alsın. Ona görə C bəndini götürmürük. Bizə tabesiz mürəkkəb cümlə lazımdır. Qara xəbər el-obanı dolandı. Əskəranda qoç nəbini vurdular. Nə etdi? Dolandı. Nə? Xəbər. Vurdular kimi, deməli, qoç nəbini harada? Əskəranda. Deməli, bu qeyri-müəyyən şəxsli cümlədir. Bu isə müəyyən şəxsli cümlədir. Bizdə dedik ki, tabesi mürəkkəb cümlə hər iki komponenti müəyyən şəxsli cümlə deyil. Burada hər iki komponent müəyyən şəxsli olmalıdır. Biri müəyyən şəxslidir, biri qeyri-müəyyən şəxslidir. Ona görə D bəndi testin doğru cavabı olacaqdır. Udub qızıl bayraq altında onun təmiz havasını, ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını. Nə etmişəm? Yaratmışam. Demək, bu sadə cümlədir. Ona görə E variantında biz doğru cavab kimi götürə bilmərik. 35-ci sualla davam edirik. Deməli, güclü yağış yağdı. Toz torpaqla savaşan yolları bütünlüklə palçıq oldu. Çünki buludların dolması indi deməli, yekunlaşmışdı. Dostlar, bu qarışıq mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə gedəcək ümumilikdə. Tabeli mürəkkəb cümlənin
deməli cümləsi səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədən ibarətdir. Deməli baş cümlə buradır. Güclü yağış yağdı. Bu səbəbdir. Toz torpaqla savaşan yolla bütünlə palçıq oldu. Bu nəticədir. Ümumilikdə tabesiz mürəkkəb cümlədir. Ona görə 35-də baxaq görə C bəndədir ki, birinci komponenti səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlə olan tabesiz mürəkkəb cümlədir, tabeli mürəkkəb cümlədir. C variantı doğrudur. Bəli, bu tabeli mürəkkəb cümlədir. Birinci komponenti səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Deyir, ikinci dərəcə üzvlərin hamısı işləndiyi mürəkkəb cümlədir. Nə etdi? Yağdı. Nə yağış? Hansı yağış? Güclü yağış. Toz torpaqla savaşan yollar bütünlüklə palçıq oldu. Çünki buludların dolması indi yekunlaşmışdı. Burada tamamlıq yoxdur. Ona görə A variantı yanlışdır. B-yə baxırıq. Eyni cümlə üzünə aid olan fərqli ikinci dərəcəli üzvlər quruluşca da fərqlidir. Deməli, toz torpaqla savaşan yollar bütünlə palçıq oldu. Palçıq oldu. Nə yollar? Hansı yollar toz torpaqla savaşan? Necə palçıq oldu? Bütünlüklə. Buludların dolması indi yekunlaşdı. Nə etdi? Yekunlaşdı. Nə yekunlaşdı? Buludların dolması. Bu eyni deməli cümlə üzünə aid olan ikinci dərəcəli üzvlər olmadığı üçün B variantı yanlışdır. Baş üzvlərin hamısının ifadə vasitəsi eynidir. Bu da səhvdir. Çünki buludların dolması burada söz birləşməsi ilə ifadə olunub. Burada amma yağış nitq hissəsi ilə ifadə olunubdur. D də səhvdir. Cəm şəkilci qəbul etmiş isimlərin hamısı fərqli hallardır. Hal şəkilci qəbul etmiş isimlər cümlə üzrə ifadə vasitəsidir. Buludların dolmasında burada hal şəkilci qəbul edib cümlə üzrə ifadə vasitəsi olmadığı üçün E variantı yanlışdır. 26-cı testlə davam edirik. Düşmənin bütün səylərinə baxmayaraq onların əlində olan körpü geri alındı. Bugünkü hücum müvəffəqiyyətlə başa çatdı. Cümləsinin komponentlərin yerini dəyişsək, bu aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Əgər biz komponentlərin yerini dəyişsək, bugünkü hücum müvəffəqiyyətlə başa çatdı. Nəticədə düşmənin bütün səylərinə baxmayaraq onların əlində olan körpü geri alındı. Deməli, səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə olacaqdır. Tərkibindəki hadisələrdən biri səbəb, digəri nəticə bilən tabesiz mürəkkəb cümlə olacaqdır. B variantı doğrudur. 37 ilə davam edirik dostlar. Bu illər ərzində nələr olmamışdı? Nə qədər sular axmış, torpağın üstündə nə qədər dəyişikliklər baş vermişdi? Bu zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Deyir, cümləsi ilə eyni məna əlaqəsində olan tabesi mürəkkəb cümləni müəyyənləşdirin. Anam mənə qapını göstərir, amma sən də ağzına su alırsan. Anan mənə qapını göstərir, sən isə ağzına su alırsan. Bu qarşılaşdırmadır. Ona görə A bəndini götürmürük. Faytonumun çarxı oxdan çıxdı. Onu salınca mən istədim ki, sizdə biraz qızınıb rahat olan. Bu tabeli mürəkkəb cümlədir. Ona görə bunu götürmürük. Onların suyu bir yerdə axmazdı, ulduzları barışmazdı. Bu zaman əlaqəlidir. Ona görə C bəndi doğru cavab olacaqdır. Abırlı abrından qorxar, abırsız nədən qorxar? Bu qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Ona görə D bəndini götürə bilmərik. Sonra bağçı bağını qıydı, bağban salxımını qıymadı. Amma bağın salxımını qıymadı. Bu da qarşılaşdırmadır. Ona görə testimizin doğru cavabı ola bilməz. 38-ci testlə davam edirik. Bu qədər acgözlüklə topladığı bu sərvət indi düşmən kəsilmiş, edirdi ona nifrət. Nümunəsində olub, burada olub. Yalnız çərkələr ora-bura uçuşur. Cırcımalar, labıları səslərlə səsi kəsilmirdi. Burada olmayanı istəyir bizdən. Tabes mürəkkəb cümlədir. Bu hər ikisinə aiddir. Tənbəl variantı biz birləri sildik. Bizə birinci cümləyə aid doğru, ikinci cümləyə aid yanlış fikir lazımdır. İkinci dərəcə özlərinin hamısı işlənibdir. Deyir, bu qədər acgözlüklə topladığı bu sərvət indi düşmən kəsilmiş, edirdi ona nifrət. Düşmən kəsilmişdi. Deməli, düşmən kəsilmişdi. Nə zaman indi? Nə sərvət? Hansı sərvət? Bu sərvət. Hansı bu sərvət? Bu qədər acgözlüklə topladığı. Sonra edirdi ona nifrət. Nifrət edirdi. Kimə? Ona. Deməli, bu birinci cümləyə aiddir. Doğru fikirdir.
Deməli, ikincidə isə yalnız çərkələr ora-bura uçuşur. Cırcımalı labba səsi kəsilmirdi. Deməli, burada ümumiyyətlə təyin yoxdur. Ən azından uçuşurdu ora-bura. Çərkələr kəsilmirdi. Nə? Cırcımalan səsi. Ona görə 2 doğru olacaqdır. Birinci cümləyə aid oldu, ikinci cümləyə aid olmadı. 2 qrammatik əsasın olması hər ikisinə aiddir. Üzr istəyirəm, biraz boğazımda nasazlıq var. 3 yanlışdır, ona görə götürə bilmərik. Artıq cavabımız bəllidir. Həmcins sözlər işlənmişdir. Bəli, birinci cümlədə həmcins xəbərlər var, ikinci cümlədə yoxdur. 4 doğrudur. Yalnız qrammatik mənası olan sözün işlənməsi. Topla bu indi düşmən kəsilmiş, nifrət edirəm. Bu qədər. Qədər sözü burada var. Deməli, ikinci cümlədə isə hamısı əsas hissəsi olduğu üçün ikinci cümləyə aid yanlış olacaq. Deməli, 2, 4, 5 B bəndi testin doğru cavabdır. 39-cu sualdan davam edirik dostlar. Deməli, bülbül gül üzündə xarı görəndə qan ağlar ruxsarı, yaşı dayanmaz. Deyir cümləsinin xüsusiyyətlərini nəzərə alıb cədvəl əsasına uyğunluğu müəyyən etməliyik. Həmcins xəbərli müəyyən şəxs cümlədir. Bu mürəkkəb cümlədir. Tabesi mürəkkəb cümlədir. Ona görə bir yanlışdır. Ortaq zaman zərfliyi olan tabesi mürəkkəb cümlədir. Bəli, bülbül gül üzündə xarı görəndə qan ağlar. Ruxsarı yaşı dayanmaz. Həm bülbül gül üzərində xarı görəndə qan ağlar, həm də ruxsarı yaşı dayanmaz. Ona görə 2 doğru olacaqdır. 3-ə baxırıq. Həmcins xəbər işlənməsə də həmcins mübtədası olan mürəkkəb cümlədir. Burada həmcins mübtəda yoxdur. 3 yanlışdır. Yanlışın adından doğrudur. Sintaktik əlaqənin hər iki növünə rast gəlinir. Bəli, həm tabelik var. Bu tabesi mürəkkəb cümlə olduğu üçün həm də orada deməli tabesizlik əlaqəsi var. Ona görə 4 doğrudur. Yanlışın altından götürülə bilməz. 2, 3 A variantı testin doğru cavabı. Gözəlləşir günü-gündən həyatı xalqımızın, həmişəlik vətən övladı bəxtiyar olacaqdır. Xalqımızın həyatı gözəlləşdiyi üçün vətən övladı bəxtiyar olacaqdır. Səbəb nəticə əlaqə tabesiz mürəkkəb cümlədir. Burada da bizə tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin məna əlaqəsini soruşur. Səbəb olacaqdır C variantı. 41-ci sualla davam edirik. Səbəb nəticə əlaqə tabesiz mürəkkəb cümləni göstərmək lazımdır. Birinci damada onun qanı Herat xalçasının üzünə axıb tökülmüş və gül butalar bir-birinə qarışmışdı. Bu səbəb nəticədir. Biri götürürük. Qanı axdığı üçün butalar bir-birinə qarışıbdır. Həsən müəllim Rəsulu öz oğlu kimi qucaqlayıb öpüşlərə qərq etmişdi. O biri əsgərlər isə hələ bu mənzərəyə inana bilmirdi. Bu qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. 2-ni götürmürük. Bugünkü yarış yaxşı keçmədi. Komandanın əsas iştirakçısı çox ciddi zədə aldı. Bu da aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Ona görə 3-ü götürmürük. 4-ə baxırıq. Bu günlərdə nə Ağacan bu işin öhdəsindən gəlir, nə də başqasının bunu etməsinə imkan verir. Bu sadə cümlədir ümumiyyətlə. Ağacan öhdəsinə gəlmir, Ağacan imkan vermirdi. Ona görə 4-ü götürmürük. Zaman əlaqələrini tapmalıyıq burada. Maşın kəndə girəndə Rüstəm kişi küsülü kimi oturmuş, gözləri yol çəkirdi, fikri uzaqları dolaşırdı. 5 doğrudur, zaman əlaqəlidir. Sanki ikisi də sehirlənmişdi. Nə Elxan yerində dura bilirdi, nə də bacısı qapıdan boylandı. Bu da zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Çünki hadisələr eyni zamanda baş verir. 1, 5, 6 A variantı testin doğru cavabıdır. Tabesi mürəkkəb cümlələrin komponentləri arasında məna əlaqəsini nəzərə alıb cüt-cüt qruplaşdırsaq, fərqli olan cümləni müəyyən etməliyik. Deməli, baxaq. Kəndin hekayəti uzundur. Oğul, xırmanda hazırlanmış taxla, kənd əhlinin əl vurmasına icazə yoxdur. Bu aydınlaşdırma əlaqə tabesiz mürəkkəb cümlədir. Kəndin hekayəti uzundur. İzah edir ki, xırmanda hazırlanmış taxla aydınlaşdırır. Taxla, kənd əhlinin əl vurmasına icazə yoxdur. Mən onu xətrinə dəyməmək üçün 1-2 tikə aldım, amma boğazımdan çətin keçdi. Bu qarşılaşdırmadır.
Yol çox uzaqdır. Yəqin gecəni hardasa yatmalı olublar. Yol uzaqdır. Nəticədə gecəni hardasa yatmalı olublar. Bu səbəb nəticədir. Cəhbədə bunları xətri çox əzizdir. Biz bunlara xüsusi qulluq edir. İstədiklərini yerə özümüzlə aparırdıq. İstədikləri yerə özümüzlə apardıq. Bu aydınlaşdırma əlaqəli tabirsiz mürəkkəb cümlədir. Hətta bir neçə dəfə bu haqda sual verdim. Cavabı ayrı yerə yox, amma cavabı ayrı yerə yazılıb. Bu da qarşılaşdırmadır. Deməli, B ilə E-ni götürdük, D ilə A-nı götürdük. Deməli, C variantı burada tənha qaldı. Testimizin doğru cavabı C bəndi olacaqdır. 43-cü testlə davam edirik. Sənubər deməli, cədvəlin ancaq sağ xanasına bu hissə yazılmalıdır. Sənubər üşüdüyünü hiss etdi. Nəticədə o xəyalı soyuq dərin ünvana atılmış top kimi yırğalana qayıtdı. Bu torpağı zəbt etmək üçün çox fətərlə qılınc oynatmış, çox sərkədələr baş qoymuşdu. Deyir, cümlənin ikinci komponenti işin nəticəsini ifadə edir. Bu torpağı zəbt etmək üçün çox fətərlə qılınc oynatmışdı. Çox sərkədə baş qoymuşdular. Bu zaman əlaqəli tabirsiz mürəkkəb cümlədir. Sağa yazıla bilməz. A səhvdir. Məqsəd səhvliyi hər iki komponent üçün ortaqlıq təşkil edir. Bu torpağı zəbt etmək üçün çox fatih ilə qılınc oynatmış. Bu torpağı zəbt etmək üçün çox sərkətlə baş qoymuşdu. Bəli, burada məqsəd səhvliyi var ki, deməli, hər iki cümlə üçün ortaqlıq təşkil edəcəkdir. Ayrı-ayrıqda bunu ifadə edir. Görə uyğun gəlirmi? Bu torpağı zəbt etmək üçün çox fatih ilə qılınc oynatmış. Bu torpağı zəbt etmək üçün çox sərkətlə baş qoymuş. Deməli, B bəndi ancaq 2-yə gedəcəkdir. Birincidə isə elə bir fikir ola bilməz. Tərkib hissələri müəyyən şəxsi sadə cümlədən ibarət olan tabirsiz mürəkkəb cümlədir. Bu birinciyə də gedir. Sənubər hiss edir. O sənubər hiss etdi. Nə etdi, hiss etdi kim sənubər? Nə etdi, qayıtdı kim o? Ona görə C bəndini yaza bilməliyik ancaq sağa. Nümunədə əvəzliyi ixtisar etsək, cümlənin quruluş növü dəyişər. Bu birinciyə aiddir. Biz burada ona ixtisar etsək, sənubər hiss etdi, sənubər qayıtdı. Bu sadə cümləyə çevriləcəkdir. Ona görə ancaq sağa yazılan fikir kimi doğru götürə bilməliyik. Quruluşca mürəkkəb olan cümlədə söz birləşməsi ilə ifadə olmuş cümlə üzvlər. Yenə də sola baxırıq. Sənubər üşüdüyünü hiss etdi. O xəyalı soyuq dərin ünvanı atılmış top kimi yırğalana qayıtdı. Necə qayıtdı? Deməli, xəyalı dərin ünvana atılmış top kimi. Burada da söz birləşməsi ilə ifadə olunmuş ikinci dərəcə üzv olduğu üçün ancaq sağa yazılan fikir kimi götürmək olmaz. E variantı yanlış olacaqdır. 44-cü testlə davam edirik. Bu klasterlər hər ilmiqə düşür və bu klasterlərin ən rahat yolu variant əsasında tapmaqdır. İndi mən doğru cavab əsasında izah edib, daha sonra yanlışları izah edəcəm. Əgər biz 1-ə C yazsaq, o zaman B-də deyir ki bizə bu cümlənin komponentləri məzmunca qarşılaşdırılıb. Abırlı abrından qorxar, abırsız nədən qorxar? Yəni, bu cümlə belədir də. Abırlı abrından qorxar, amma abırsız heç nədən qorxmaz. Deməli, 1-ə C yazanda B variantı doğru olacaqdır. E-yə baxaq. Tərkib hissəsindəki cümlələrdə məzmun baxımından ümləşmə olsa da müəyyən şəxsi cümlədir. Bəli, məzmun baxımından ümləşmə var, amma qorxar kim abırlı, qorxar kim abırsız. Məzmun baxımından ümləşdirmə var, amma bu müəyyən şəxs cümlədir, çünki mübtədası var. Deməli, 1C olanda B-yə doğrudur. İndi 1C olanda B-yə doğrudur. G-yə baxsaq, deyir, xəbərin ifadə vasitəsi eyni, mübtədanın ifadə vasitəsi fərqlidir. Həm xəbərlərin, həm də mübtədanın ifadə vasitəsi eynidir. Ona görə 1C olanda G variantı olmaz. 1C olanda B-yə doğrudur, F-ə baxaq. Deyir, birinci tərkib hissəsi qrammatik əsaslar quruluşca bir-birindən fərqlənir. Xeyr, hər ikisi quruluşca sadədir. Ona görə sadə xəbərlərdir. Ona görə 1C olanda F variantı da olmaz. 1A olarsa günortadan əsən şərq küləyi axşama yaxın daha da gücləndi. Səmanı qara bulud çuğladı. Deməli, 1A olarsa biz E-yə baxaq burada. Nə deyir? Tərkib hissəsindəki cümlələrdə məzmun baxımından ümləşmə olsa da müəyyən şəxsi cümlədir. Günortadan əsən şərq küləyi axşama yaxın daha da gücləndi. Burada ümləşmə yoxdur. Ona görə 1A olanda E variantı olmaz. 1A olarsa B-yə baxaq.
Bu cümlənin komponentləri məzmunca qarşılaşdırılıbdır. Gün ortadan əsən şərq küləyi axşama yaxın daha da gücləndi. Səmanı qara bulut çuğladı. Bu zaman əlaqəlidir. Qarşılaşdırma yoxdur burada. Ona görə də A variantı olanda 1A olanda B bəndi olmaz orada. 45-ci testlə davam edirik. Nəinki bu ecazkar aləmə doyunca baxa bilmirdi, hətta kipriklərini qaldırmağa da iqtidarı qalmamışdı. Müştəri gülürdü, satıcı isə yarası ağrıyan bir adam kimi sifətini turşudur, tez-tez başını bulayıb narazılığını bildirirdi. Birə baxarsan, əlaqəli tabesi mürəkkəb cümlə təriflər müəyyən şəxs cümlələrdən ibarətdir. Bəli, zaman əlaqəli tabesi mürəkkəb cümlədir dostlar bu. Nəinki, yəni burada doğrunun altından doğrunu, yanlışın altından yanlışı bu hissədə isə A-ya görə doğru, B-yə görə yanlışı götürürük və tərkib hissələrdə müəyyən şəxslidir. Biri götürdük. Cümlədə həm ismi, həm də feili birləşmə işlənmişdi. Ecazkar aləm ismi birləşmədir. Hətta kipriklərini qaldırmağa da iqtidar. Kipriklərini qaldırmaq burada məsdər tərkibi var. 2 doğru olacaqdır. 3-ə baxırıq. Fikirlərin qarşılaşdırdığı tabesi mürəkkəb cümlənin tərkib hissələri intonasiya ilə bir-birinə bağlanıbdır. Müştəri gülürdü, satıcı isə burada bağlayıcı ilə bir-birinə bağlanıbdır. Ona görə 3 yanlışdır, yanlışın altından doğrudur. Cümlədəki feillərin hamısı eyni qrammatik məna növündə həmciz xəbərlər işlənibdir. Deməli, satıcı isə yarası ağrıyan bir adam ki, sifətini turşudur, tez-tez başını bulayıb narazılığını bildirirdi. Turşudurdu, narazılığını bildirirdi. Deməli, həmciz xəbərlər var burada. Bir də nə dedi burada? Bəli, buradakı feillərin hamısı da məlum növdə olan feillərdir. Ona görə 4 doğrudur, götürmürük. 5-ə baxırıq. Tabesizlik bağlayıcısı ilə bağlanmış cümlənin tərkibində təyin həm əsas, həm də aslı tərəfdir. Hər ikisinə tabesizlik bağlayıcısı ilə bağlanıbdır. Amma ikinci cümlədə təyin həm əsas, həm aslı tərəf kimi işlənməyibdir. Amma birinci cümlədə baxaq. Bax, fikir verin bu hissəyə. Nəinki bu ecazkar aləmə doyunca baxa bilmirdi. Baxa bilmirdi. Nəyə aləmə? Hansı aləmə? Ecazkar. Hansı ecazkar? Amma bu ecazkar. Ecazkar sözü aləm sözündən, bu sözü də ecazkar sözündən aslı olduğu üçün ecazkar sözü təyinə əsasən əsas, tamamlığa əsasən aslı tərəfdir. Burada da deyir ki, təyin həm əsas, həm aslı tərəfdir. Amma ikinci cümlədə satıcı isə yarası ağrıyan bir adam kimi sifətini turşurdu. Turşurdu necə? Nəyi? Sifətini turşurdu. Necə? Adam kimi, hansı adam? Yarası ağrıyan. Tez-tez başını bulayıb. Burada isə təyindən əvvəl təyin yoxdur ki, o aslı tərəf kimi, əsas tərəf kimi iştirak etsin. Ona görə 5 A-ya əsasən doğru, B-yə əsasən yanlış olduğu üçün testin doğru cavabı A bəndidir. 46-cı testlə davam edirik dostlar. Cədvələ əsasən uyğun variantı müəyyənləşdirin. Cədvəlin birinci xanasından biz ardıcılı əlaqəli tabesi mürəkkəb cümləni tapmalıyıq. Qoca elanı yapışdırdı. Laqeyd nəzərlər adamları süzərək yoluna davam etdi. İkisini də eləyən qocadır. Ona görə bu sadə cümlədir. Biri götürə bilmərik. Lalə çantaların hamısını əvvəlcə bura gətirdi ki, bu tabeli mürəkkəb cümlədir. Ona görə 2-ni götürə bilmərik. Babam bazardan bazarlıq edib bizim üçün gətirdi. Anam onlardan yaxşı yemək hazırladı. Bu ardıcıllıqdır. 3-ü götürdük. Səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümləyə baxaq. Ümidinizi itirməyin. Çünki bu tabeli mürəkkəb cümlədir. 4-ü götürmürük. Ayağım sürüşdü. Nəticədə yerə yıxıldım. 5-i götürdük. Saqqalım yoxdur. Sözüm ötmür. Bu da səbəb nəticədir. 3, 5, 6 A variantı testin doğru cavabıdır. 47-ci testlə davam edirik. Zahidin dünyaya gəldiyi günü xatırlayıb gülümsədi. Nəticədə gözləri sevincdən parladı. Deməli, bu səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. D bəndi doğrudur. Həmçinin xəbərli sadə cümlədir, səhvdir. Hər cümlə ayrıca mübtədası işlənibdir, səhvdir. Çünki birinci cümlədə mübtəda yoxdur, birinci hissədə. Tərəflərindən biri şəxssiz, digəri isə müəyyən şəxsli cümlədir. Hər ikisi müəyyən şəxsli cümlədir. C bəndi səhvdir. Xəbərin ifadə vasitəsindən biri qayıdış növdədir. Gülümsədi qayıdış növdə deyildi. Parıldadı qayıdış növdə deyil. Ona görə E variantı yanlış olacaqdır.
48-ci testdən davam edirik dostlar. Mən yerimdə hərəkətsiz vəziyyətdə oturmuşdum və bütün bədənim o səsə tabe olmuş. Tabe olmuşdu nə? Bədənim. Oturmuşdum ki, mən bu zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Otağı dəhşətli bir qışqırıq bürüdü və dəmirçi yerə sərilib qapını dəstəyini asılan dişinə baxdı. Bu ardıcıllıq olmalıdır. Baxaq indi bunlara aid doğru cavaba. Deməli, tərəflərindən birində baş verən səbəb digəri onun nəticəsidir. Bir yanlışdır təbii ki. Hər iki cümlədə mübtəda birinci şəxslə əlaqəli olduğu üçün sadə cümlədir. Bu sadə cümlə deyil, mürəkkəb cümlədir. Ona görə 3 yanlışın altından doğrudur. Ardıcılla əlaqəli tabesi mürəkkəb cümlədir. Birinci komponentin mübtədası yoxdur. Nə etdi, bürüdü, nə qışqırıq. Buna görə 2-ni götürmürük. Səbəb nəsə əlaqəli tabesi mürəkkəb cümlə, ikinci tərəf səhvli işlənməyibdir. Baxaq, dəmirçi yerə sərilib qapının dəstəyinə asılan dişinə baxdı. Nə etdi, baxdı? Nəyə, dişinə? Kim? Dəmirçi yerə sərilib baxdı. İkinci tərəfdə deyir, səhvli işlənməyibdir. Bu fikir yanlış olacaqdır. Ona görə yanlışın altından doğru olacaqdır. 3-4 C bəndi testin doğru cavabıdır. %49-la davam edirik dostlar. Deməli, verilmiş cümləyə əsasən doğru fikirləri biz müəyyənləşdirməliyik. Birinci baxaq görək bu cümlələrin məna növləri hansılardır. Xaricə getmək onlar üçün düşərli olmuşdu. Bu aydınlaşdırma olacaqdır. Deməli, 2-də ilk dəfə üzünü gördüyüm adamlar məni təbrik edirdi. Sonra boynumu qucaqlayıb özlərinə sıxırdı. Bu sadə cümlə olacaqdır. Qatar stansiyada dayandı. Sərnişinlər minmək üçün bir-birlərini itələməyə başladılar. Bu ardıcıllıq olacaqdır. Nə bizim deməli, nə biz sizin üzünüzə ağ olmuşuq, nə də siz bizdən ağır söz eşitmişsiniz. Bu da zamandır. Deyir cümlələr hamısı tabesi mürəkkəb cümlədir. Bu yanlışdır, çünki burada sadə cümlə var. Birinci cümlə aydınlaşdırma əlaqəli, sonuncu cümlə isə bölüşdürmə. Sonuncu zamandır, ona görə B bəndini götürmürük. İkinci cümlədə iş hadisə ardıcı şəkildə davam etsə də məqsəd səhvləyir cümləni səbəb nəticə əlaqəli. İkinci cümlə ümumiyyətlə sadə cümlədir. Adamlar təbrik edirdi. Adamlar özlərinə sıxırdı məni. Ona görə C bəndi yanlışdır. Cümlələrdən biri sadədir. İkisinin komponentlərindən biri qeyri-müəyyən şəxsi sadə cümlədir. Ümumiyyətlə burada bu cümlədə qeyri-müəyyən yoxdur. Burada baxaq, qatar stansiyada sərnişinlər eməyə başladı. Ümumiyyətlə bunların heç birində ikisinin komponentlərindən biri qeyri-müəyyən şəxs cümlədir. Qeyri-müəyyən şəxs cümlə yoxdur bunlarda. Özləri xeyli yeni işçilər qura bilmişdilər özləri. Ona görə qeyri-müəyyən şəxs cümlə yoxdur bunların heç birinin tərkibində. Ona görə D bəndi yanlışdır. Birinci və ikinci cümlənin tərkibinin tərəfləri sadə cümlənin şəxsə görə eyni növündə olsa da, deməli, hər müəyyən şəxsi cümlədir, müəyyən şəxsi cümlədir, müəyyən şəxsi cümlədir, müəyyən şəxsi cümlədir, eynidir. Bəli, mürəkkəb cümlə olaraq eyni məna növündə deyil. Bu aydınlaşdırmadır. Bu isə zamandır. E variantı doğrudur. 50 ilə davam edirik. Mürəkkəb cümlədir. Cədvəl əsasına uyğunluğu müəyyənləşdirin. Əgər biz 1-ə D yazsaq, C-yə baxaq. Deyir, mübtəda ifadə vasitəsi eynidir. Dəyirmançı bir tərəfdən oturub arabanı təmir edir. Təmir edir kim? Dəyirmançı. Digər küncdə onun yoldaşı yemək bişirirdi. Yemək bişirirdi kim? Nə edir? Bişirirdi kim? Onun yoldaşı. Deməli, 1D olanda C variantı doğrudur. 1D olanda E-yə baxaq. Zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Bəli. 1D olanda C-E doğru olduğu üçün A variantı doğrudur. İndi 1D olanda C-E doğrudur. A-ya baxaq. Qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Səhvdir. 1D olanda A olmaz. 1D olanda C-E doğrudur. F-ə baxaq. Əks mənalı sözlər işlənsə də subyekt eyni olduğu üçün sadə cümlədir. Bu sadə cümlə deyil. Ona görə bu fikir yanlışdır. F olmaz. B bəndindəki cümlə qorxaq gündə 100 yol ölər. Bu da sadə cümlə olmadığı üçün 1B olanda F variantı olmaz. 51-ci testdən davam edilir. Böyüyür bu körpə ilan balası.
Gah o başa, gah bu başa sürünür. Sevinir udduğu havaya, suya, torpağa sevinir, daşa sevinir. Hamısı ilan balasıdır. İlan balası sürünür, ilan balası sevinir, ilan balası sevinir. Deməli burada hamısı sadə bütövlükdə hamısı ilan balasına aid olan xəbərlər olduğu üçün bütövlükdə həmçinin xəbərli sadə cümlə olacaq. Testin doğru cavabı burada C bəndidir. 52-yə baxırıq. Euler-Venn diaqramının əsasən uyğunluğu müəyyən edin. Sən avamsan, belə şeyləri dərk etməyə ağlın çatmaz. Səbəb nəticə olacaqdır. Bir qədər sonra zəngin səsi gətirildi. Dərs başladı. Burada ardıcıllıq olacaqdır. Baxaq, bir də deyir ki, həmçinin xəbəri sadə cümlədir, bir səhvdir. Zaman əlaqə tabesi mürəkkəb cümlə olmasa da hər iki tərəfin ayrıca mübtədası var. İkinci tərəfdə belə şeylərdə dərk etmək ağlın çatmaz. Deməli, burada mübtəda yoxdur ikinci tərəfdə, ona görə 2 yanlışdır. Xəbərlər quruluşca oxşardır. Fe'li xəbərlər fe'lin xəbər şəklindədir. Xəbərlərin hamısı quruluşca sadədir. Fe'li xəbərlər də çatmaz. Deməli, xəbər şəklindədir. Başladı, kəsildi, xəbər şəklindədir. Hər ikisinə aid olduğu üçün ortaq fikir olacaq, doğrudur. Hadisələr ardıcıl şəkildə baş verən cümlədə sifət işlənməyibdir. Birinci cümlə səbəb nəticədir, ona görə 4 səhvdir. Ardıcıl əlaqə tabesi mürəkkəb cümlədir. Mübtədalardan biri isimli ifadə olunubdur. Nə etdi? Kəsildi. Nə? Zəngin səsi. Nə etdi? Başladı. Nə? Dərs. Bəli. 5 doğrudur. Səbəb nəticə tabesi mürəkkəb cümlə deyil. Düzdür, ardıcıllıq. Xəbərlərdən biri məlum növdə olan fe'li ifadə olunubdur. Deməli, başladı sözü məlum növdədir. Ona görə 6 doğrudur. 3, 5, 6 D bəndi testin doğru cavabıdır. Qocalıq sözünü deyəndə qüdrətin dili əsdi, sözlər dili titrədi, sözlər əsdi. Nə etdi? Titrədi. Nə? Qüdrətin dili. Nə etdi? Əsdi. Nə? Sözləri. Bax, eyni zamanda baş verən hadisələrdir də burada. Qocalıq sözünü deyəndə sözləri əsdi. Qocalıq sözünü deyəndə dili titrədi. Deməli, ona görə 53-də C variantı testin doğru cavab olacaq. Zaman əlaqə tabesi mürəkkəb cümlədir. Bəzən dostlar, uşaqlar müdavimlər bunu belə götürür. Qocalıq sözünü deyəndə qüdrətin dili titrədi, nəticədə sözləri əsdi. Axı belə olmaz. Eyni zamanda baş verən, eyni tipli, eyni məzmunlu cümlələrdir. 54 ilə davam edirik. Hansı fikir yalnız cədvəlin sol xanasına yazıla bilər? Tabesiz mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə ancaq tabesizdə yazılan fikirləri tapmalıyıq. Üzrlə hesab edin dostlar. 2 qrammatik əsası olur. Tərəflərindən birində mübtəda işlənməyə bilər. Bu hər ikisinə aiddir. Tərəflər müəyyən şəxsi cümlə ilə qurulsa da, şəxsi cümlə ilə qurulmur. Bu hər ikisinə aid yanlış fikirdir. Komponentlərin tərkibində həmcins cümlə üzvü işlənə bilər. Bu hər ikisinə aid doğrudur. Tərəflər bağlayıcı ilə bağlana bilir. Bu hər ikisinə aiddir. Tabelikdə tabelik bağlayıcı, tabesizdə tabesizlik bağlayıcı ilə. Tərəflər bağlayıcı sözlər sual əvəzlikləri ilə bağlana bilmir. Bəli, tabesi mürəkkəb cümlədə bağlana bilmir, amma tabelidə bağlanır. Ona görə bu ancaq sol xanaya aid oldu. Testin doğru cavabı E bəndidir. 55-ə baxırıq. Göylər göz yaşı axıdır. Külək vıyıldayıb qapı pəncərəni taqqıldadır. İnsanların dərs sərindən xəbərsiz olan yağış damcıları yerə çırpınırdı. Deyir, cümləsi ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Ardıcıllıq deyil bu. Zaman əlaqə tabesi mürəkkəb cümlədir. Ona görə biri götürmürük. Xəbərlərdən birinin kökü əsas nitq hissəsi deyil. Taqqıldadır sözündə tak sözündə ılda şəkilçi ilə düzəlibdir. Bu təqlidi sözdən düzəlib. Buna görə 2 doğrudur. Zaman əlaqə tabesi mürəkkəb cümlədə hər cümlənin mübtədası var. Göylər axıdır, küləklər taqqıldadır. Yağış yerə çırpılırdı. 3 doğru oldu. Tərəflərindən birində tamamlıq söz birləşməsi birincisi mürəkkəb sözlə ifadə olunubdur. Axıdırdı, nə axıdırdı? Göylə nə axıdırdı? Göz yaşı. Deməli, söz birləşməsi var. Nə edirdi? Taqqıldadırdı. Nəyi? Qapı, pəncərəni. Bu isə mürəkkəb sözlə ifadə olunub. Burada deyil, tərəflərindən birinin tamamlıq söz birləşməsi, birincisi mürəkkəb sözlə ifadə olunub. Deməli, 4-də doğrudur. Səbəb nəticə əlaqə tabesi mürəkkəb cümlədir. Bu səhvdir. Dedik ki, burada zaman əlaqədir. Ona görə 5-də götürə bilmərik. Testin doğru cavabı 2, 3, 4. Dostlar, bu tabesiz mürəkkəb cümləyə aid olan
testlərin izahı idi. Bu tipli testlərin davamlı olmasını istəyirsə, ardıcıl olmasını istəyirsə kanalıma abunə olun. Videonu paylaşın, daha çox insanlar yararlansın və bəyənib rəy bildirməyi də unutmayın. Salamat qalın, sağ olun.